Qoç. Bugün daxilində qeyri-adi bir enerji dalğası hiss edəcəksən, sanki bədənin özü hərəkətə keçmək üçün səni sıxışdırır. Səhər saatları xüsusilə məhsuldar olacaq, ona görə vacib işləri gündüzün ilk yarısına sala bilərsən. Kiminləsə uzun müddətdir təxirə saldığın söhbəti bugün açmaq üçün münasib an ola bilər. İş yerində qərarsızlıq göstərənlərə qarşı səbrin azala bilər, amma bu əslində sənin daxili məqsədyönlülüyünün əlamətidir. Maliyyə məsələlərində qəfil bir təklif qarşına çıxa bilər, amma tələsik razılaşmadan əvvəl detalları diqqətlə araşdır. Sevgi həyatında olanlar tərəf müqabilinin adətindən fərqli davranışına təəccüblənə bilər, bu əslində müsbət bir işarədir. Subay qoçlar üçün gözlənilməz bir tanışlıq maraqlı söhbətlərə səbəb ola bilər. Fiziki aktivlik bugün sənin əsas dostun olacaq, hərəkətsiz qalmaq əksinə enerjini boğar. Ailə üzvlərindən biri sənin fikrini soruşa bilər və məsləhətin onlar üçün gözlənildiyindən daha dəyərli olacaq. Kiçik bir səhv səni əsəbləşdirə bilər, amma onu tez düzəltmək imkanın var. Günün ortasında diqqətini bir işə cəmləmək çətinləşə bilər, fasilə vermək faydalı olar. Yaradıcı bir layihə üzərində işləyirsənsə, bugün ilham axını gözlənildiyindən güclü gələ bilər. Kiminsə sənə etimad göstərməsi məsuliyyət hissini artıracaq. Axşam saatlarında sakitlik axtaracaqsan, amma ətrafındakılar səni fəaliyyətə cəlb etməyə çalışacaq. Balanslı qalmaq üçün xeyr demək bacarığın bugün faydalı olacaq. Pul xərcləməkdə tələskənlik göstərmə, çünki impulsiv qərarlar sabah peşmançılığa səbəb ola bilər. Dostluq əlaqələrində köhnə bir insanla əlaqə yenidən qurula bilər. İşdə liderlik keyfiyyətlərin fərq ediləcək, bu da yeni imkanların qapısını aça bilər. Səhhətinə diqqət yetir, xüsusilə yuxu rejiminə əməl et. Kiçik məişət məsələləri diqqətini yayındıra bilər, amma onları sürətlə həll edə bilərsən. Buğa. Bugün sabitlik hissi səni müşayiət edəcək, amma bu sabitliyin arxasında gizli dəyişikliklər baş verə bilər. Maddi məsələlərdə diqqətli olmaq lazımdır, çünki kiçik bir xərc gözlənilmədən böyüyə bilər. İş yerində rutindən yayınan bir tapşırıq qarşına çıxa bilər və bu əslində bacarıqlarını göstərmək üçün yaxşı fürsətdir. Münasibətlərdə tərəf müqabilinin səbrini sınamaqdan çəkin, çünki bugün emosiyalar adətdən həssasdır. Subay buğalar üçün tanış mühitdə gözlənilməz bir cazibə yarana bilər. Ailədə kimsə köməyinə ehtiyac duya bilər və bu, sənin dəyərli tərəflərini üzə çıxaracaq. Yemək və rahatlıq bugün xüsusi əhəmiyyət kəsb edəcək, özünə kiçik bir zövq bəxş etməkdən çəkinmə. İş yoldaşları ilə fikir ayrılığı yarana bilər, amma diplomatik yanaşma münaqişənin qarşısını alacaq. Təbiətlə təmasda olmaq bugün ruhuna xüsusi rahatlıq gətirəcək. Uzun müddətdir planlaşdırdığın bir addımı atmaq üçün ulduzlar əlverişli mövqedədir. Maliyyə planlaşdırmasında realist olmaq bugün xüsusilə vacibdir. Kimsə sənə köhnə bir borcu xatırlada bilər, onu unutmamısan deyə narahat olma. Yaradıcılıq sahəsində fəaliyyət göstərənlər üçün ilham mənbələri gözlənilməz yerlərdən gələ bilər. Səbrin bugün sınağa çəkilə bilər, amma nəticədə haqlı çıxacaqsan. Ev mühitində kiçik dəyişikliklər, məsələn, əşyaların yerini dəyişmək, əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Dostlarınla keçirəcəyin vaxt gözlənildiyindən daha çox səni rahatladacaq. Əkizlər. Zehnin bugün adətdən daha sürətli işləyəcək və bu, həm üstünlük, həm də çətinlik yarada bilər. Bir neçə iş arasında gəzişmək istəyi güclü olacaq, amma diqqətini bir məsələyə cəmləmək daha effektiv nəticə verəcək. Ünsiyyət bacarıqların bugün xüsusilə parlayacaq, mühüm danışıqlar üçün əlverişli vaxtdır. Kiminləsə söhbətin gözlənilmədən dərin mövzulara keçə bilər. İş yerində yeni bir ideya təklif etmək fikri yarana bilər, çəkinmə, çünki tərəf müqabillərin bunu maraqla qarşılayacaq. Subay əkizlər üçün sosial mühitdə maraqlı bir tanışlıq baş verə bilər. Münasibətdə olanlar tərəf müqabili ilə açıq söhbətə ehtiyac duya bilər, bunu təxirə salma. Ailə üzvləri ilə yumor dolu anlar əhval-ruhiyyəni yüksəldəcək. Maliyyə məsələlərində iki fərqli seçim arasında tərəddüd edə bilərsən, amma intuisiyana etibar et. Yeni bir bacarıq öyrənmək istəyi bugün xüsusilə güclü olacaq. Kitab oxumaq və ya podkast dinləmək kimi fəaliyyətlər zehnini təzələyəcək. Səyahət planları haqqında düşüncələr ağlına gələ bilər, hətta kiçik bir gəzinti belə əhval-ruhiyyəni dəyişdirə bilər. İş yoldaşlarından biri sənin fikrini soruşacaq və cavabın onlar üçün gözlənilməz dərəcədə faydalı olacaq. Diqqətini yayındıran amillərdən uzaq durmaq bugün əsas prioritet olmalıdır.
Gözlənilməz bir xəbər planlarını bir qədər dəyişdirə bilər, amma bu sonda müsbət nəticəyə gətirib çıxaracaq. Sosial media və ya rabitə vasitələri ilə bağlı bir məsələ diqqətini çəkə bilər. Kiminsə vədini yerinə yetirməməsi səni məyus edə bilər, amma bunu şəxsi qəbul etmə. Yaradıcı yazı və ya danışıq bacarıqları tələb edən işlərdə bugün uğur qazana bilərsən. Xərçəng. Emosional dərinliyin bugün xüsusilə güclü hiss olunacaq, ətrafındakı insanların əhval-ruhiyyəsini adətdən daha aydın seziləcəksən. Ailə mövzuları diqqətinin mərkəzində olacaq, uzun müddətdir danışılmamış bir məsələ gündəmə gələ bilər. İş yerində emosiyalarını nəzarətdə saxlamaq biraz çətin ola bilər, dərin nəfəs almaq köməyinə çatacaq. Ev rahatlığı bugün sənin üçün əvəzsiz dəyər daşıyacaq, mümkünsə vaxtının bir hissəsini evdə keçir. Subay xərçənglər üçün keçmişlə bağlı bir xatirə yeni hisslər oyada bilər. Münasibətdə olanlar tərəf müqabilinin diqqətinə xüsusilə həssas olacaq, kiçik jestlər böyük əhəmiyyət kəsb edəcək. Maliyyə planlaşdırmasında ehtiyat fondu haqqında düşünmək bugün ağlına gələ bilər. Kimsə sənin köməyinə ehtiyac duyacaq və sən bunu instinktiv hiss edəcəksən. Yaradıcılıq, xüsusilə musiqi və ya rəssamlıqla bağlı fəaliyyətlər bugün ruhuna xüsusi rahatlıq bəxş edəcək. İş yoldaşları ilə münasibətlərdə diplomatiya bugün açıq sözdən daha effektiv olacaq. Keçmiş bir dostla təsadüfi görüş və ya söhbət xoş xatirələr canlandıra bilər. Öz hisslərini ifadə etmək bəzən çətin görünsə də, bugün buna cəhd etmək faydalı olacaq. Ailədən kimsə maddi dəstəyinə ehtiyac duya bilər, imkanların daxilində köməklik göstərmək daxili rahatlıq gətirəcək. Səhhətinə diqqət yetir, xüsusilə mədə və həzm sistemi ilə bağlı narahatlıq yarana bilər. Gün ərzində əhval-ruhiyyən dalğalana bilər, bu tamamilə normaldır, özünü tənqid etmə. Ev təmizliyi və ya təşkilatlanma ilə bağlı kiçik bir layihə səni gözlənilmədən razı sala bilər. Kiminsə sənə göstərdiyi qayğı gözlənildiyindən daha çox təsir edə bilər. Şiir. Diqqət mərkəzində olmaq bugün sənin üçün təbii gələcək, ətrafındakılar səndən ilham alacaq. İş yerində liderlik keyfiyyətlərin xüsusilə fərq ediləcək, bir layihəyə rəhbərlik etmək təklifi qarşına çıxa bilər. Yaradıcı ifadə bugün sənin üçün ən güclü silahdır, ondan istifadə etməkdən çəkinmə. Maliyyə məsələlərində səxavətli olmaq istəyi güclü olacaq, amma büdcəni unutmadan hərəkət et. Subay şirlər üçün özünə inam cazibədarlığını daha da artıracaq, yeni tanışlıqlar üçün əlverişli gündür. Münasibətdə olanlar tərəf müqabilinə diqqət və qayğı göstərməklə əlaqəni gücləndirəcək. Kimsə sənin fikrini soruşacaq və cavabın qərar qəbul etməsinə ciddi təsir edəcək. Ailə üzvləri ilə keçirəcəyin vaxt qürur və məmnunluq hissi yaradacaq. İş yoldaşlarından biri sənin köməyinə ehtiyac duya bilər, dəstəyin onlar üçün əvəzsiz olacaq. Bəzən həddindən artıq özünə inam təkəbbür kimi qəbul edilə bilər, ona görə tarazlığı qoru. Fiziki aktivlik, xüsusilə rəqs və ya idman, bugün enerjini artıracaq. Gözlənilməz bir təriflə qarşılaşa bilərsən, onu təvazökarlıqla qəbul et. Maddi bir hədiyyə və ya bonus xəbəri əhval-ruhiyyəni yüksəldə bilər. Kimsənin sənə qarşı qısqanclıq göstərməsi mümkündür, amma buna çox əhəmiyyət vermə. Yaradıcı layihələr üzərində işləyənlər üçün bugün böyük irəliləyiş vaxtıdır. Ev və ailə ilə bağlı bir qərar tələb oluna bilər, intuisiyana etibar et. Dostluq əlaqələrində səxavətin qarşılıqsız qalmayacaq. Səhhətinə diqqət yetir, xüsusilə ürək və onurğa nahiyəsinə fikir ver. Axşam saatlarında sosial tədbir və ya toplantı əhval-ruhiyyəni daha da yüksəldəcək. Qız. Detallara diqqətin bugün xüsusilə kəskinləşəcək, iş yerində kiçik səhvləri asanlıqla aşkar edəcəksən. Təşkilatlanma bacarığın bugünkü tapşırıqları uğurla yerinə yetirməyinə kömək edəcək. Kimsə sənin köməyinə müraciət edə bilər, praktik məsləhətin onlar üçün əvəzsiz olacaq. Maliyyə hesablarını nizamlamaq üçün bugün əlverişli vaxtdır, büdcəni yenidən nəzərdən keçir. Subay qızlar üçün tanış bir insanla münasibət yeni bir səviyyəyə keçə bilər. Münasibətdə olanlar tərəf müqabilinə qarşı tənqidi münasibətini bir qədər yumşaltmalıdır, çünki bugün həssaslıq artıb. İş yerində mükəmməlliyə can atmaq gözlənildiyindən çox vaxt ala bilər, prioritetləri düzgün müəyyənləşdir. Sağlamlığına diqqət yetirmək, xüsusilə həzm sistemi və qidalanma rejiminə fikir vermək bugün vacibdir. Kiçik bir təmizlik və ya təşkilatlanma layihəsi zehni rahatlıq gətirəcək. Ailə üzvlərindən biri sənin praktik yanaşmandan faydalanmaq istəyəcək.
Yeni bir iş metodu veya alət öyrənmək fikri ağlına gələ bilər, bu gələcəkdə faydalı olacaq. Kimsənin sənə minnətdarlıq bildirməsi gözlənildiyindən daha çox təsir edəcək. Öz-özünə tənqid etmə vərdişini bugün bir qədər azaltmaq faydalı olar. Dostluq əlaqələrində köməkçi rol oynamaq səni razı salacaq, amma öz ehtiyaclarını da unutma. İş yoldaşları ilə əməkdaşlıq gözlənildiyindən daha səmərəli keçəcək. Maddi planlaşdırmada uzun müddətli məqsədlərə diqqət yetirmək bugün xüsusi əhəmiyyət kəsb edir. Kiminsə xaotik yanaşması səni narahat edə bilər, amma hər kəsin öz üsulu olduğunu xatırla. Axşam saatlarında sakit bir mühitdə kitab oxumaq və ya analitik fəaliyyətlə məşğul olmaq rahatlıq gətirəcək. Tərəzi. Harmoniya axtarışın bugün xüsusilə güclü olacaq, münaqişəli vəziyyətlərdən qaçmaq istəyəcəksən. Qərar qəbul etməkdə çətinlik çəkə bilərsən, amma bu, sənin hər tərəfi diqqətlə düşünmə bacarığından qaynaqlanır. İş yerində əməkdaşlıq bugün fərdi işdən daha səmərəli olacaq. Estetik zövqün bugün xüsusilə oyanacaq, ev və ya iş mühitini gözəlləşdirmək istəyəcəksən. Subay tərəzilər üçün romantik bir görüş və ya tanışlıq gözlənilməz şəkildə baş verə bilər. Münasibətdə olanlar tərəf müqabili ilə balans və qarşılıqlı anlaşma tapmaq üçün açıq söhbətə ehtiyac duyacaq. Kimsə sənin obyektiv fikrini soruşacaq və vasitəçi rolun onlar üçün dəyərli olacaq. Maliyyə məsələlərində iki seçim arasında tərəddüd yaşaya bilərsən, tələsmədən qərar ver. Dostluq əlaqələrində ədalətli davranış səni sevindirəcək bir nəticə ilə mükafatlandırılacaq. Yaradıcı sahələrdə, dizayn, moda və ya sənət, bugün ilham xüsusilə güclüdür. İş yoldaşları arasında yaranan gərginliyi yumşaltmaq rolunu öz üzərinə götürə bilərsən. Ailə üzvləri ilə bağlı bir qərarda hamının fikrini nəzərə almaq vacibdir. Özünə vaxt ayırmaq, gözəllik prosedurları və ya sakit istirahət bugün xüsusilə faydalı olacaq. Kiminsə səni ədalətsizliklə ittiham etməsi səni sarsıda bilər, amma sakit qalaraq izah ver. Sosial əlaqələr bugün gözlənildiyindən daha çox əhəmiyyət kəsb edəcək. Uzun müddətdir gözlədiyin bir cavab bugün gələ bilər. Maddi bir alış-veriş planlaşdırırsansa, keyfiyyəti qiymətdən üstün tut. Əqrəb. Daxili gücün bugün xüsusilə hiss olunacaq, çətin məsələlərə soyuqqanlılıqla yanaşacaqsan. Sirli və dərin mövzulara maraq bugün adətdən güclü olacaq, araşdırma tələb edən işlər üçün əlverişli vaxtdır. İş yerində strateji düşüncən fərq ediləcək, mürəkkəb bir problemi həll etmək imkanın var, emosional intensivlik bəzən ətrafındakiləri çaşdıra bilər, amma bu sənin təbii dərinliyindir. Subay əqrəblər üçün gözlənilməz cazibə dolu bir görüş baş verə bilər. Münasibətdə olanlar tərəf müqabilinin sədaqətini yenidən hiss etmək istəyəcək, açıq söhbət faydalı olacaq. Maliyyə məsələlərində gizli bir imkan üzə çıxa bilər, amma diqqətli araşdırma tələb olunur. Kimsə sənə sirr aça bilər, bu etimadı qoruman vacibdir. İnad bugün həm güc, həm də maneə ola bilər, çevik olmağa çalış. Transformasiya hissi güclüdür, köhnə bir vərdişi və ya münasibəti dəyişdirmək fikri ağlına gələ bilər. İş yoldaşları arasında gizli gərginliyi hiss edə bilərsən, amma birbaşa müdaxilə hər zaman ən yaxşı yol deyil. Ailə üzvlərindən biri ilə dərin bir söhbət münasibətinizi gücləndirəcək. Fiziki güc tələb edən fəaliyyətlər bugün enerjini düzgün istiqamətə yönəldəcək. Kiminsə sənə qarşı səmimiyyətsiz davranışını fərq edə bilərsən, intuisiyana etibar et. Yaradıcılıq sahəsində dərin və mənalı işlər üçün bugün ilham güclüdür. Maddi planlaşdırmada uzun müddətli strategiya qurmaq bugün xüsusi əhəmiyyət kəsb edir. Keçmişlə bağlı bir xatirə gözlənilmədən üzə çıxa bilər, ona qarşı mülayim ol. Axşam saatlarında tənhalıq sənə lazım ola bilər, bunu utanmadan qəbul et. Ox atan. Macəra həvəsin bugün xüsusilə güclü olacaq, rutindən uzaqlaşmaq istəyəcəksən. Fəlsəfi və geniş miqyaslı düşüncələr zehnini məşğul edəcək, böyük məqsədlər haqqında düşünmək faydalı olacaq. İş yerində yeni bir imkan və ya təklif qarşına çıxa bilər, ona açıq yanaş. Nikbinlik bugün sənin ən böyük gücündür, ətrafındakiları da müsbət əhval-ruhiyyəyə köklə biləcəksən. Subay ox atanlar üçün fərqli mədəniyyətdən və ya uzaq mühitdən olan biri ilə maraqlı tanışlıq baş verə bilər. Münasibətdə olanlar tərəf müqabili ilə birgə yeni bir təcrübə yaşamaq istəyəcək, səyahət, kurs və ya macəra ola bilər. Kimsə sənin məsləhətinə ehtiyac duyacaq, düz sözlülüyün onlar üçün dəyərli olacaq. Maliyyə məsələlərində riskə meyillilik artıq ola bilər, amma qərardan əvvəl faktları yoxla.
təhsil və ya öyrənməklə bağlı yeni bir fürsət diqqətini çəkə bilər. Ailə üzvləri ilə əlaqədə açıq sözlülüyün münasibətləri gücləndirəcək. Fiziki hərəkət, açıq havada gəzinti və ya idman bugün ruhuna azadlıq hissi bəxş edəcək. Kiminsə darısqal düşüncəsi səni əsəbləşdirə bilər, amma hər kəsin öz baxış bucağı olduğunu xatırla. Yaradıcı sahələrdə, yazı, tədris və ya danışıq, bugün uğur şansın yüksəkdir. Dostluq əlaqələrində uzaqdan olan bir dostla əlaqə yenilənə bilər. İş yoldaşları arasında gülüş və yumor əhval-ruhiyyəni yaxşılaşdıracaq. Planların qəfil dəyişməsi əvvəlcə narahatlıq yaratsa da, sonda daha maraqlı nəticəyə gətirib çıxaracaq. Səbrini itirmə meyli ola bilər, xüsusilə yavaş gedən proseslərdə. Axşam saatlarında yeni bir kitab, film və ya söhbət zehnini genişləndirəcək. Kiminsə sənə verdiyi vəd yerinə yetirilməyə bilər, amma bu, ümumi əhval-ruhiyyəni korlamamalıdır. Oğlaq. Məqsədyönlülüyün bugün xüsusilə güclü olacaq, uzun müddətli planların üzərində işləmək üçün əlverişli vaxtdır. İş yerində məsuliyyət hissin fərq ediləcək, rəhbərlik bunu qiymətləndirəcək. Nizam-intizamlı yanaşman bugünkü çətin tapşırıqları asanlıqla yerinə yetirməyinə kömək edəcək. Maliyyə planlaşdırmasında praktik addımlar atmaq üçün bugün əlverişlidir, uzun müddətli qənaət strategiyası haqqında düşün. Subay oğlaqlar üçün ciddi niyyətli, sabit bir insanla tanışlıq baş verə bilər. Münasibətdə olanlar tərəf müqabilinə qarşı daha az rəsmi, daha isti yanaşmaq faydalı olacaq. Kimsə sənin təcrübəndən faydalanmaq istəyəcək, məsləhətin onlar üçün əvəzsiz olacaq. Ailə üzvləri ilə bağlı bir öhdəlik diqqətini tələb edə bilər, amma bunu vaxtında yerinə yetirəcəksən. İş yerində uzun müddətdir gözlədiyin bir tanınma və ya təşəkkür bugün gələ bilər. Öz-özünə həddindən artıq tələbkarlıq göstərmə vərdişini bir qədər yumşaltmaq faydalı olar. Dostluq əlaqələrində sadiqliyin qarşılıqsız qalmayacaq. Kiminsə sənə qarşı laqeyd davranışı səni narahat edə bilər, amma hər kəsin öz tempini xatırla. Fiziki sağlamlığına diqqət yetir, xüsusilə oynaq və sümük sisteminə fikir ver. Yaradıcı bir layihəni praktik nəticəyə çevirmək bugün xüsusilə əlverişlidir. Gözlənilməz bir maddi xərc planlarını bir qədər dəyişdirə bilər, amma böhran yaratmayacaq. Ənənəvi dəyərlərə bağlılığın bugün sənə dayaq nöqtəsi olacaq. Axşam saatlarında istirahət etmək, hətta qısa müddətə də olsa, özünü yeniləyəcək. Dolça. Orijinal düşüncən bugün xüsusilə parlayacaq, ətrafındakılar sənin fərqli baxış bucağından təsirlənəcək. İş yerində qeyri-adi bir həll yolu təklif etmək fikri ağlına gələ bilər, cəsarətlə paylaş. Sosial əlaqələr bugün xüsusi əhəmiyyət kəsb edəcək, geniş dost dairən sənə dəstək olacaq. Azadlıq hissi bugün sənin üçün əvəzsiz dəyər daşıyır, məhdudlaşdırıcı vəziyyətlərdən qaça bilərsən. Subay dolçalar üçün qeyri-adi bir mühitdə maraqlı bir tanışlıq baş verə bilər. Münasibətdə olanlar tərəf müqabilinə şəxsi məkan tanımağın vacibliyini xatırlamalıdır. Kimsə sənin fərqli fikirlərinə ehtiyac duyacaq, cəsarətlə öz mövqeyini bildir. Maliyyə məsələlərində qeyri-adi bir imkan qarşına çıxa bilər, amma diqqətli qiymətləndirmə tələb olunur. Texnologiya və ya yenilikçi ideyalarla bağlı bir layihə diqqətini çəkə bilər. Ailə üzvləri ilə fikir ayrılığı yarana bilər, amma sənin fərqli baxışın sonda faydalı olacaq. Dostluq əlaqələrində qrup fəaliyyəti bugün xüsusilə xoş anlar bəxş edəcək. İş yoldaşları arasında sənin obyektiv yanaşman münaqişəni həll etməyə kömək edəcək. Humanitar məsələlərə maraq bugün adətdən güclü olacaq, kömək etmək istəyi yarana bilər. Kiminsə sənin qeyri-standart üslubunu tənqid etməsi səni narahat edə bilər, amma özünə sadiq qal. Yaradıcı sahələrdə eksperimental yanaşmalar bugün uğurla nəticələnə bilər. Gözlənilməz bir xəbər planlarını dəyişdirsə də, bunu maraqlı bir macəra kimi qəbul edə bilərsən. Şəxsi azadlığınla yaxınlıq arasında balans tapmaq bugün əsas vəzifən olacaq. Balıqlar. Həssaslığın bugün xüsusilə güclü olacaq, ətrafındakı emosiyaları adətdən dərin hiss edəcəksən. Xəyalpərəstliyin yaradıcı işlərdə böyük fayda verə bilər, ilhamına etibar et. İş yerində praktik məsələlərə diqqət toplamaq biraz çətin ola bilər, konkret siyahı tərtib etmək köməyinə çatacaq. Musiqi, sənət və ya mənəvi fəaliyyətlər bugün ruhuna xüsusi rahatlıq bəxş edəcək. Subay balıqlar üçün romantik və dərin bir bağlantı gözlənilmədən yarana bilər. Münasibətdə olanlar tərəf müqabili ilə emosional yaxınlığı gücləndirmək istəyəcək.
Kimsə sənin empatiyandan faydalanmaq istəyəcək, dinləmə bacarığın onlar üçün əvəzsiz olacaq. Maliyyə məsələlərində qərarsızlıq yaşaya bilərsən, amma bugün tələsmədən düşünmək daha faydalıdır. Yuxular və intuitiv hisslər bugün xüsusilə güclü ola bilər, onlara diqqət yetir. Ailə üzvlərindən biri ilə emosional bir söhbət münasibətinizi dərinləşdirəcək. Öz sərhədlərini qorumaqda çətinlik çəkə bilərsən, amma bu bacarığı inkişaf etdirmək vacibdir. Dostluq əlaqələrində qayğıkeşliyin qarşılıqsız qalmayacaq. İş yoldaşları arasında gərgin bir atmosferi hiss edə bilərsən, amma özünü ondan qorumağı bacar. Kiminsə real olmayan vədləri səni çaşdıra bilər, faktları diqqətlə yoxla. Fiziki və emosional yorğunluq bugün adətdən çox hiss oluna bilər, istirahətə vaxt ayır. Yaradıcı yazı, rəsm və ya musiqi ilə məşğul olmaq bugün xüsusilə faydalıdır. Gözlənilməz bir xatirə emosiyalarını canlandıra bilər, buna qarşı mülayim ol. Axşam saatlarında su kənarında və ya sakit bir mühitdə vaxt keçirmək ruhuna dinclik gətirəcək.